Hər baş ağrısı mütləq şəkildə KT və yaxud da ki, MRT müayinəsi olunacaq demək deyildir. Bu yaxınlarda poliklinikimizə müraciət edən bir xəstə haqqında danışmaq istəyirəm. 14 yaşında uşaq kəskin baş ağrılarından şikayətlə yaxınlaşmışdı. Valideyn gəldiyi ilk dəqiqədən uşaqda kəskin baş ağrılarının və hətta bu baş ağrılarının ürəkbulanmaya qədər gətirib çıxartdığını, göz ətrafına yayıldığını bildirirdi. İsrarla valideyn KT və yaxud da ki, MRT müayinəsinin olunmasını tələb edirdi. Lakin valideyni sakitləşdirərək apardığımız dolğun müayinə və anamnezin nəticəsində uşağa sinüsit diaqnozu qoyduq və keçirilmiş virus infeksiyasının fonunda ikincili bakterial infeksiya nəticəsində uşaqda sinus ciblərinin irili iltihabi prosesinin baş verməsi və bunun nəticəsində uşaqda davamlı baş ağrılarının yaranmasına səbəb olmuşdur. Verdiyimiz müalicədən sonra uşaqda olan bütün şikayətlər gerilənmişdir. Həkiminizə müraciət edərək vaxtında aparılacaq müayinələrlə də doğru diaqnoz qoymaq mümkündür.